Ayır 24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mönsimova'dır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərindən keçək. Macarıstanın Ukraynaya 90 milyard avro həcmində ayrılması nəzərdə tutulan kredit qərarını bloklaması Brüssel daxilində ciddi siyasi rezonans doğurub. Rəsmi Budapeşt qərarını enerji təhlükəsizliyi ilə əsaslandırsa da, məsələ artıq Avropa İttifaqı daxilində strateji qarşı durması müstəvisində keçib. Bəs bu ölkənin veto qərarının arxasında hansı siyasi və ya geosiyasi motivlər dayanır? Detallar sujetdə. Macarıstanın Avropa İttifaqı yanındakı daimi nümayəndəsi kredit paketinə veto qoyub. Reutersin yaydığı məlumata görə qərarın qəbul edilməsi üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunur. Bu isə o deməkdir ki, Budapeştin mövqeyi dəyişmədiyi halda maliyyə paketi qüvvəyə minməyəcək. Ukrayna üçün nəzərdə tutulan vəsaitin ləngiməsi isə rəsmi Kiyevi bu il ciddi büdcə təzyiqi ilə üz-üzə qoya bilər. Macarıstan hökuməti isə mövqeyini açıq şəkildə enerji məsələsinə bağlayır və bildirir ki, neft nəqli bərpa olunmayana qədər Avropa İttifaqı daxilində Ukraynanın maraqlarına xidmət edən qərarları dəstəkləməyəcək. Macarıstan xalqının pulunun Ukraynaya aparılmasına və siyasi şantajla benzin qiymətlərinin artırılmasına imkan verməyəcəyik. Ukrayna kəməri bağlamaqla Avropa İttifaqı ilə bağladığı assosiasiya sazişini və müqavilə şərtlərini pozur. Buna görə də bildirmək istəyirəm ki, nə qədər ki Ukrayna Drujba kəmərini blokda saxlayır və neft nəqlinə mane olur, Macarıstan da Avropa İttifaqı daxilində Ukrayna üçün vacib və xeyirli olan qərarları bloklayacaq. Neft gəlməsə, Ukrayna 90 milyard avroluq vəsaiti görməyəcək. Bu addım Brüssel-Budapeşt xəttində onsuz da mövcud olan gərginliyi daha da artırır. Son illərdə Avropa İttifaqının Macarıstan üçün nəzərdə tutduğu bəzi fondları hüquqi və siyasi səbəblərlə dondurması tərəflər arasında etimadı zəiflədib. İndi isə enerji məsələsi maliyyə qərarları ilə birbaşa əlaqələndirilir. Analitiklər hesab edirlər ki, burada təkcə Ukraynaya yardım məsələsi deyil, həm də Avropa İttifaqı daxilində siyasi şərtləndirmə mexanizmlərinə qarşı reaksiyanın elementi var. Macaristan Rusya'ya enerji konusunda oldukça bağımlıdır. Doğalgaz ve petrol konusunda Rusya'ya bağımlıyken aynı zamanda nükleer santraller konusunda da Rusya ile ciddi manada işbirliği olan Macaristan vardır. Bununla birlikte Macaristan'ın Avrupa Birliği ile fon konusunda problemler yaşadığı ve bazı hukuki sebeplerle de karşı karşıya geldikleri de bilinməkdədir. Ekspertlərin fikrincə Macarıstanın enerji siyasəti də bu mövqedə mühüm rol oynayır. Ölkə təbii qaz, neft və nüvə enerjisi sahəsində Rusiya ilə sıx əməkdaşlığa malikdir və enerji asılılığı Budapeştin qərarlarında mühüm faktor kimi çıxış edir. Nəticə itibarilə məsələ yalnız 90 milyard avroluq kreditlə məhdudlaşmır. Bu situasiya Avropa İttifaqı daxilində enerji təhlükəsizliyi, siyasi həmrəylik və Ukraynaya dəstəyin davamlılığı ilə bağlı daha geniş strateji suallar gündəmə gətirir. Brüssel üçün əsas sınaq indi daxili konsensusu qorumaq və enerji siyasət balansını təmin etməkdir.